Budur qarşınızda Xiaomi U7 gedirik test etməyə. Gördüyünüz bu təkər disklər əlavə opsiyadır. Təqribən $800. Avtomobilin uzunluğu 5 metr, eni 2 metrə yaxın. Oturacaqlardan qabağa baxdığınız zaman özünüzü idman avtomobilində hiss edirsiniz. 100 km sürətlənməsi 5,9 saniyədir. Mexaniki tənzimlənən qızdırıcısı olan dəri sükan. Bardachokunu parol ilə açıb bağlaya bilirsiniz. 835 km tam elektrikdə məsafə qət edir. Təqribən dartqı qüvvəsi 528 Nm-dir. 235 kW mühərrikinin gücü. Avtomobilin materiallarına nəzər yetirək. Bunlar süni dəridir, bura süni dəri, bura parçadır. Nəzərinizə çatdırım ki, maksimal versiyada bu hissələri hamısı Alcantaradır. Kondisionerin çıxışlarını bəyəndim. Məsələn, bu arxa tərəfdən, burada görürsünüz çıxışı yoxdur. Bir də bu tərəfdəndir kondisionerin çıxışları. Gördüyünüz bu maraqlı da ekran HUD-ni əvəz edir. Yəni, ümumi buradan və sona qədər, məsələn, mahnının adıdır, kilometri göstərir, sürətli, hər bir şeyi oradan görə bilirsiniz. Ekranın ölçüsü 16,1 inçdir. 80 wattlıq 2 ədəd simsiz şarj. Buradan hava çıxışları var, hansı ki telefonun qızdırmasının qarşısına alır. Ümumi təəssüratım avtomobili çox bəyəndim, möhtəşəmdir. Qiymətinə görə bazarda çox böyük üstünlükləri var. Deyərdim, ən ilk rəqibləri Tesla Model Y-dır.